Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin fevral ayında bəzi qida məhsullarının qiymətində bahalaşma müşahidə olunub. Maraqlıdır ki, həmin ərzaqların çoxu meyvə-tərəvəzlərdir. Belə ki, limon, portağal, naringi, alma, armud, heyva, kələm, xiyar, pomidor, balqabaq, sarımsaq, soğan və kartofun qiyməti artıb. Bizim mediaya açıqlama verən iqtisadçı Xalid Kərimli meyvə-tərəvəz qiymətlərindəki artım və onun səbəblərindən danışıb. O bildirib ki, meyvə və tərəvəz qiymətlərinin bahalaşmasına ölkə daxili amillər təkan verir. Tərəvəzlər təkcə yanvar ayında əvvəlki ayla müqayisədə 4% artıb. Meyvənin artım qiyməti isə 2,1% olub. Yəni, meyvə və tərəvəz artımı ərzağın digər subkomponentləri ilə müqayisədə daha sürətlidir. Ümumiyyətlə, tərəvəzin bir ay ərzində, yanvar ay ərzində 4% bahalaşması bu çox ciddi məsələdir. Bunun səbəbləri içərisində ölkə daxili ilə əlaqədar amillər var. Ötən ilin ikinci yarısından dizel yanacağının və benzinin qiymətinin bahalaşması ümumiyyətlə kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olub. Bu ilin yanvar ayından işıq qaz qiymətlərinin artması, minimal əmək haqqının artması isə sahibkarın xərclərini daha da artırıb. Çünki indiki dövrdə bazara çıxarılan məhsulların əsas mənbəyi birincisi saxlanıcılardır, ikincisi parniklərdir, üçüncüsü isə idxaldır. Bax, həm dizel yanacağının qiymətinin artması, həm eyni zamanda işıq qaz qiymətlərinin və minimal əmək haqqının artması həm anbarlarda saxlanma qiymətlərini artırır, həm daşıma, yükləmə qiymətlərinin artmasına gətirib çıxarır və nəticə etibarilə indiki mərhələdə bazarlara çıxarılan məhsullar daha bahalı xərclər müqabilində ortaya çıxır. Bununla yanaşı İdxal olunan məhsulların da qiymətində bahalaşma var. Ölkə daxili qiymət artıran faktorlarla yanaşı qonşu dövlətlərdə müşahidə olan inflyasiyalar, qiymət artımları, bilirik ki, kartof bazarının formalaşmasında yerli istehsalla yanaşı İran, Rusiya və Türkiyə məhsulları da rol oynayır və bunların hər birisində daha yüksək inflyasiya, alış qiymətlərinin bahalaşması, daşıma xərclərinin artması ölkədə kartofun qiymətinə təsir göstərir. Kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərir. Və həm də burada digər bir amil də var ki, bu qeyri-sezon dönəmidir. Kartofun hazırki mütləq qiymətləri qeyri-sezon, qeyri-fəsli qiymətlərinə nisbətən uyğundur. Çünki indiki dövrdə mart, fevral ayları ümumiyyətlə açıq səmada yığılan məhsullar olmadığına görə, tələbat isə stabil olduğuna görə daha çox yığımlardakı məhsullar bazara çıxarılır və tələbatın stabil, təklifin isə az və bahalı olması da qiymətlərin yüksəlməsinə rol oynayır. Təbii ki, yaz ilərlədikcə, yay ilərlədikcə yeni məhsullar bazara çıxarıldıqca artıq qiymətlər bir qədər aşağı düşəcək. Amma ümumi şəkildə bu il tərəvəz qiymətləri ötən ildən 2024-cü ildən daha yüksək olacaq.